Ha, bu işləmir, hə? Hər vaxtınız xeyir əziz tamaşaçılar. Xəbərlərin axşam buraxılışı ilə qarşınızdayıq. Əvvəlcə xəbər başlıqlarına nəzər salaq. Mən bunlara sübut eləmirəm, ümumiyyətlə kasıb olduğumu. Gördün mü? Yolun qırağında bir mavi velosipedlə, yesabet var orada. Dedim ki, ən yaxşı ölüm. Özünə hörmət qoyan cin yəni bundan yeməz. Sosial müavinət almaq istəyir, amma kasıb olduğunu sübut edə bilmir. Vətəndaş və Sosial Müdafiə Nazirliyinin arasında olan problemi işıqlandırmışıq. Sosial müavinət almaq müşkül məsələyə çevrilib. Kasıb olduğunu sübut edə bilməyən vətəndaş görün nələr danışdı. Nədir problem konkret olaraq? Bax bacı, ağırnalı. Mən kasıb adamam. Bax bu sosiala da mən sübut eləyə bilmirəm ki, mən heç yerdə işləmirəm, kasıbam. Mən bunlara sübut eləmirəm, ümumiyyətlə kasıb olduğumu ki, bir sosial yardım alım mən. Xanım, bax, vətəndaş bizə müraciət eləyir. Mən vətəndaşa başa sala bilmirəm ki, əsas daxili zənginlikdir. Bax, sizin də daxiliniz çox zəngindir. Füzulinin məni candan usandırır qəzəni bilirsiniz? Hə, bilirəm. Soda sən demək ki, daxili zəngindir. Əsas xarici də zəngin deyil ki, daxili zəngin olsun gərək ki sənin. Ay xanım, bu sosial yardım almaq üçün bunlar elə şərtlər qoyubdular ki, onu bir insan eləməyə qeyri-mümkündür. Nə şərt qoymuşuq? 40 metrdən iştiraf vurmaq xanım. Ay mən Declan Rice-əm, mən 40 metrdən iştiraf Ay vururum. qardaş, biz dedik ki, 40 metrdən iştiraf vur. Vura bilmədin, necə günahlandırırsan dövlət qurumlarını. Qardaş, mən bilmirəm, bax bu sənədlərimdir mənim. Al bu sənədlərimi yoxla, mənə sosial yardım ver, zəhmət olmasa. Əşkiliyi var bu sənətdə. Nə əşkilliyi var? Sən burada Cristiano Ronaldo'nun anasının işlədiyi pekardan... Cristiano Ronaldo'ya da deyəcəm, mənim sosial yardımımı ver. Şotlandiyadan düz Çinə səfər elədi, amma Azərbaycandan keçərkən adına kredit götürdülər. Səyahət adı ilə evdən çıxdı, Bolqarıstan, Slovakiya, Türkiyə, Albaniya və Gürcüstandan keçdi. Azərbaycana ayaq basan kimi adına kredit götürdülər. Mən Tommy McBradley. Öz şəxsi yolum ilə Glasgow şəhərindən Pekin şəhərinə səfər etmək qərarına gəldim. Səyahətimin 17-ci günündə Azərbaycanın Ucar rayonundan keçərkən Firdovsi adlı şəxs ilə salamlaşdıq və biraz söhbət elədik. Şəhəri görməli yerlərini gəzdirdi və biz sağollaşdıq. Azərbaycandan çıxanda məni saxladılar ki, 2000 borcum var, buraxa bilmərəm. City, baby, if you give it to me, I give it to you. Hadisənin şokundan hələ ayılmayan xarici turist başını itirib. Hadisələ təqsirləndirilən Firdovsi Əlövsatov isə iddiaları təkzib edib. Bax qızım, mənim qonşum var İqbal. Opel Vectra'sını satırdı. Mənim də 2000 yarımca 2000 pulum çatmırdı ona. Böyle rayonun başından elə piyada kef gəzirdim. Gördün mü? Yolun qırağında bir mavi velosipedlə, yesabet vardı orada. Xarici vətəndaş. Gəldim buna yaxınlaşdım və salam, hoş, 5, 15, ayan, bayan. Elə bayaqdan ayan bayan deyirsiniz. Elə nə olursa bu ayan bayandan sonra olur. Necə olur? Siz Azərbaycanlı, o Şotland. Bir-birinizin dilini necə tapdınız ki? Alman danışıram da. Məsələn, bunu götürdüm, getdim Rubailin kafesi var burada aşağıda. Bura yox. Burada yaxşı deyil. Datı dönmür. Düşdüm aşağı Rubailin kafesine. Otduq, yedi, içdik, bir dənə litrin belini qoyduq yerə. O da qalan qamı. İçəndən sonra hamı eyni dildə danışır da. Yəni belə lap Şotland da olsan, Amerikanlı da olsan yenə eyni dilə gəlib məxrəcdə bir yerə çıxırıq. Məsələn, buna bu vəziyyətimi izah elədim. Dedim, hə, bəs belə budur. Malım, qaram, maşın, belə hər şey. Vəziyyət baş saldım. Bu mənə qayıt ki, qardaşın qulluğunda da ölməyib. Dinətər deydi, necə dedi bilməm, başa düşdüm amma mən. Bəs siz belə eləməklə ölkəyə gələn turistlərin qarşısını alırsınız axı. Bu düzgün deyil axı. Yox qızım, bax orada səhvim var. Mən əksinə ölkəyə gələn bütün turistləri cəlb edirəm bura. Denən niyə? Niyə? Hə. Çünki mən bu turistə bunu məsəl çəkirəm də, bax mən onu gecikdirsəm 5 gün. 5 gün otara 5 gün. Gələcəyi mənim yanıma. Yox. Yox, gələcək, niyə gəlmir? Gələcək. Gecikdirəcəm, deyəcək, Firdovsi, nə oldu? Bəs dedim mənə pul. Mən bunu yola salacam, deyəcəm, mən fırladacam, deyim, verəcəm. Bir 5 gün sonra bunun bir soğlu gələcək ki, bəs nə oldu pul? Bir onu da fırladacam. Bax, bir Şotland oradan, 2 Şotland buradan, 3 Şotland buradan. Bax, belə mən ölkəyə bütün turistləri yavaş-yavaş gətirmək qərar almışam. Ona görə söhbəti bağlayın.
Durun, ya Allah. Xahiş edirəm, mən də vaxtım yoxdur. Gedim Bektiramı götürüm. Çay içərdik. Sağ ol. Ehtiyac yoxdur, özün istərsən. Mən getdim. Bu lisens yanmır. Hə, yandı. İndi isə keçək xarici xəbərlərə. Əfqanistana yazam olunmuş müxbirimiz Rasim üzr istəyirəm. Allah rəhmət eləsin. Dəstə dedim, bunu göndərməyin. Bu fərsiz adam indiki hökməliyə yasa get. Onda keçək daxili xəbərlərə. Pul yığmaq üçün sağ ola-ola özünə yas keçirdi. Halva. Xurma, gəl. Eşidənlər, bilənlər mərhumu yad etmək üçün onun yaşadığı ünvana gəlirlər. Adətə görə ehsandan yeyib pul yazdırıb gedirlər. Amma bu yaz o yasdan deyil. Yaz məclisi qurulan adam sağdır. Hal-hazırda ilk dəfədir ki, yas mərasimində çəkiliş aparırıq. Həm də mərhumun özündən müsahibə alırıq. Xanım, bax, mən dedim ki, fikirləşdim, oturdum birinci fikirləşdim. Mən evlənəcək bir yaşım da ölüb, bir oğlum da yoxdur ki, sən də mənə bağışla, onu bir sünnət toyu keçirdim. Bir qızım da yoxdur ki, onu evləndirim. Mənə də pul lazımdır, fikirləşdim, hardan yığım pulu. Elə fikirləşdim, dedim ölüm. Ən yaxşısı odur. Sağ ol, ölənlərə rəhməti qadamam. Keç, halva oradadır. Hə. Dedim ki, ən yaxşısı ölüm. Nəysə, onsuz axır əvvəl mən öləcəm də, düz demirəm. Mən öləndən sonra bunlar da gəlib mənim halvamı yeyəcəklər, ora pul salacaqlar. Mən öləndən sonra o pulu neyinirəm? Ha indi saldın, ha sonra saldın. Ona görə də belə bir yas təşkil elədim. Dedim gəlsinlər burada bir pul salsınlar. Mən də kombin dünənləri usta gətirmişəm. Kombim işləmir. 1700 manat xərci var. Bax mən belə pis çıxmasın. Soyuqdan gərək öləm ki siz gəlib mənə bu pul salasınız. Deyirəm ki, heç olmasa pulu salsınlar. Bəy balası kimi yaşımda kombin düzəldim. Ha? Sən bundan yastı verin. Yeri keç istərsən də halvan yeyir. Çox sal versən ha. Bu həmişə belədir. Baxın xanım, bu çökəklərə mən öləndən sonra bu qum atmalıdırlar da, düz demirəm. Mən indi elə saysınlar ki, ölmüşəm də, gətirin atın da o qumu. Ya mən indi öldüm, ya da sonra öldüm. Düz demirəm, faktiki olaraq burada yas var. Yəni o qumu atın ki, mən də dincəlim, siz də dincəlin. Mərhumu necə tanıyırdınız? Boyun yerə su. Allahın bəlası versin. Adamdır o. Ən mənfi cəhəti odur ki, eşidirsən də onu. Bu sözləri eşidirsən. Bir də mənfi cəhəti odur. Adam dolansan, bu nə hərəkətdir? Qırmızı papaq. Yer keç içəri, hə? Halvanı ye. Siz də nə durmusunuz? Keç içəri bir çay içindən, ha? Akif, mən sənə belə hörmətsizlik eləməmişdin, ha, sən öləndə. Keç içəri, hamı gəlsin içəri. Gəlin. Xanım, sən də keç bir halvamı ye. Bu da var, bu da işləyir. Bunun biraz hərəkət alan... Yəqin ki, uşaqlıqda hamımıza belə bir hekayə danışılıb ki, babalarımız cini sancaqla tutub, balasına qədər gətirib öz qapılarında işlədiblər. Amma harda da o pullar bilinmir. İndi isə bir vətəndaş bunu iddia eləyir. Gəlin həmin xəbərə keçiriləcək. İş axtarmaq günümüzdə olduqca çətindir. İndi təsəvvür edin ki, adam hələ özünə yox, tutduğu cinə iş axtarır. Məsələ ilk baxışdan fantastik, qeyri-adi bir şeymiş kimi görünsə də, araşdırmalarımız real problemin olduğundan xəbər verir. Xanım, mən bu cini 15 gün olar tutmuşam, sancaqla, öz həyətimdə. İndi dədələrimizdən, babalarımızdan görmüşük ki, cini tutardılar sancaqla, onu işlədərdilər, o cindən xeyir görərdilər. Mən bundan əməli ziyan görürəm. Hanım, məni 15 gündə avar eləyib, iş tapa bilmirəm. Hara gedirəm 3000, o deyir 5000, bu deyir 2000, biri deyir 6 ay maaşı mənim, qalanı sənin, biri abed vermir. Qalmışam avaram, mənim işim gücüm var. Bizim cinlər diyarında belə şeylər yoxdur. Bu əməli başlı biabırçılıqdır. Siz necə cinsiniz ki, ələ keçmisiniz, amma divardan keçə bilmirsiniz? Yox, o məndən sonraki modellərdədir də, məndə o avnavit gəlməyib. Deyirəm də, mənim tutduğum cindən artıq olası deyil ki. Nə, mənə verdiyi budur, bax xanım, acından ölürəm, mədəm joga verir. Yalanlar nə danışsan, xanım? Bax, dünənləri mən buna kalbasa çörək vermişəm. Harada verdin? Təndir çörəyində vermədim sağ kalbasa çörək. Özünə hörmət qoyan cin yəni bundan yeməz. Bax, qurban olum, yetişir, mən sən buraxıram azadlığına. Bırax, daşda sancağıma çıxım gedim. Asa da bilmirəm, Ya bağlamsan ki, açdı, sağ ol. Sağ ol.
Bu işləmədi günləri. Buna 3000 pul vermişəm. Bu bəlkə bataya tutub zatkası gedir. Bəli, əziz tamaşaçılar, bu günləri də belə mifik və əfsanəvi bir xəbərlə efirimizi yekunlaşdırırıq. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Sonda saç düzümümə görə Ramin Bərbərə təşəkkürümü bildirirəm. Ramin, çox sağ ol, Allah köməyin olsun. Buna mən 4000 pul vermişəm. Buna... Bu oğla ki, bunu taxmayıb, var. Biz buna girmir axı. Siz gətirən... Ona koyayım.